Salam dostlar. Uşaqlarla, şagirdlərimlə şeyə gəlmişik. Dieng deyilən bir yer var İndoneziyanın ən yüksəkdə olan kəndiymiş və yüksəkdə olduğuna görə çox soyuq idi. Deməli, hava həqiqətən çox soyuq oldu. Biz gözlədiyimizdən də soyuq oldu. Amma maraqlı bir şey oldu. Yəni, elə bir soyuqdur ki, bir-iki gün tam soyuq oldu. Sonraki gün qəribə bir hava var idi. Birdən, məsələn, 3 dəqiqə çox soyuq olur, üşüysən. Sonra 1 dəqiqə günəş çıxır, istilənməyə başlayırsan. Sonra yenidən bir də soyuq. Sonra cip turu filan var idi. O cip turu elədik. Ciplərlə dağın başına filan çıxdıq. Çox maraqlı idi. Orada da gizli günəş var idi. Buludların arasından məni yandırdı. Qızarmışam belə. Demək istədiyim nədir? Bir maraqlı bir şey ağlıma gəldi. Deməli, insan çox aciz məxluqdur. Amma bunun fərqində deyil. O üşüyəndə çox belə həqiqətən adam acizliyini görür, acizliyinin fərqinə varır. Deyir ki, ay Allah, bu isti havalar nə gözəl idi belə. Bir də burada şey yoxdur da, belə isidici filan yoxdur. Otaqlar buz kimi. Ancaq yorğanın altına girib isinirik. Ona görə də yenə biz qışda məsələn üşüyəndə isidicinin yanına gedirdik. Nə bilim, orada isinirdik, amma burada o da yoxdur. Hər nəysə, demək istədiyim odur ki, bu isti vaxtlar, soyuq vaxtlarda adam acizliyini düşünür və belə deyək də Allahı xatırlayır. Deyir ki, yəni Allah bizi yaradır, bizə nemətlər verir. Bunları xatırlayır. Amma o müsibət keçəndən sonra, o çətinlik keçəndən sonra Allahı unudur. Mən o isti düşəndə o soyuq həmən yadımdan çıxdı. Elə bir şey yox imiş kimi. Təzədən dedim ki, havalar isindi, əynimizi, üstündəkiləri çıxardaq filan. Sonra təzədən yenə soyuq olanda gördüm ki, insan çox dəyişkən, çox belə deyək də nankor bir varlıqdır. Ona görə tez-tez şükür eləməyi xatırlamaq lazımdır. Tez-tez insan özünə bunu xatırlatmalıdır. Nəyə görə məsələn yeməyə başlayanda Allahı xatırlayaraq başlayırıq, bitirəndə şükür eləyərək bitiririk. Bunlar bir ritüel şəklindədir, amma bunların hamısının bizə təlqin elədiyi bir şey var ki, həyatın hər anında, həyatın hər zamanında biz Yaradanı xatırlamalıyıq şükür duyğularıyla. Yoxsa nə olur? İnsan bir nankör bir varlıq olur, ancaq özünə tapır demək olar. Amma bir müsibət gələndə də o aciziyyətinin fərqinə varır. Və belə bir şey deyirlər və ya bunu Qurandan da çıxartmaq olar. Allah deyir ki, məni zikr edin, məni yadınıza salın, mən də sizi yadıma salım, mən də sizi, yəni Allah üçün bu dildəki qarşılıq olaraq elə istifadə olunur, amma Allah da yadına salmaq üçün bir şey yoxdur. Yəni, mən də sizə qayğı göstərim, deyə bilərik. Məni anın ki, mən də sizi anım, elə keçir. Və ya məni zikr edeyim, mən də sizi zikr edeyim. Ona görə insan rahat vaxtlarında Allahı anmalıdır, Allahı xatırlamalıdır ki, çətinlik vaxtlarında iki ayağının bir qaba girdiyi vaxtlarda da Allahı xatırlasın, Allaha dua eləsin, Allah ona yardım etsin.
Dia, jangan jatuh. Deməli, məkan Diyeng. Diyeng. Göldür qaldığımız yerin yanında. Hava çox soyuqdur. Amma qış soyuğu deyil, bu yay soyuğu. Hər şey yaxşıdır. Havası təmiz. Deməli, Diyenin dağlarına çıxmışıq. Ya buna Subhanallah demezsin de ne dersin abi? Ne dersin abi? Deyirlər İndonezya cennetin iz düşümüdür. Desene hep belə deyir. Bay. Pemandangan luar biasa ada. Itu. Gelin gelin sizi götürün bu dağlara.